Gün Eynalı dağının üstündən çıxanda, onun qızıl şüaları göy məsidin firuzəli günbəzinə düşür və damarında müqavimət və mədəniyyət qanı axan bir şəhərin nağılını deyir. Qoca Təbriz. Təbrizin küçələrində addım atanda tarixin səsini eşidirsiniz. Hər daş, hər duvar, hər bina bir nağılı var. Bu şəhər 1000 illər xatirəni sinəsində bəsləyib. Qacar dönümündə o zaman ki bu şəhrin azadələrinin boğazı Rusların qanlı çəhmələrinin altında idi, yenə də Təbriz baş əymədi. Abbas Mirza o yiğit vəliəhd öz sərbazların bu şəhri də yığdı ki vətən toprağını saxlasın. Təbrizin müqavimət dəftərinin parlaq səhifəsinin biri məşrutə inqilabının çətin günləri oldu. Tehranda məclis topa bağlananda və azadlıq səsi kəsiləndə Təbriz məşrutənin çırağını yanıq saxladı. Səttarxan 11 ay istibdad qoşunun mühasirəsində dayandı. Çörək qurtaranda ot yedilər, amma təslim olmadılar. Təbrizin böyük bazarından hələ də məşrutə mücahidlərinin ayaq səsləri eşidilir. Ərk qalasının qarşısında duranda müqavimət ruhu hiss olunur. Bəli, Təbriz təkcə bir şəhər deyil, bir tarixdir, bir mədəniyyətdir, bir həmasədir. Elə bir şəhər ki, hər bucağında eşqdən, müqavimətdən, hünərdən və insanlıqdan bir nağıl var.